Well, difficult game. Congratulations to Gabal. I think a good plan, good performance. To be fair, I have to be honest. I think they really deserve to take the lead because when you have penalty and when you have rebound like that, it was luck on our side today not to concede the goal. And I think we played really below average game without enough energy, with too many mistakes, with too many enforced errors, and without any creativity at all. And I think in all game we created one chance, and when you have just that, like is really you feel you don't feel that you got something out from this game. But okay, this is first leg, and we have second game in Gabala, and I really hope and really believe that our preparation and our mood and our energy will be much different. Now, just to refocus, start training tomorrow, and on Sunday we have another important game. İlk öncə onu qeyd eləmək istəyirəm ki, həqiqətən bugün çox çətin, ağır bir oyun oldu. Mən Qəbələni təbrik eləmək istəyirəm. Rəqibin bugün çox yaxşı oyun planı var idi. Çox yaxşı performans sərgilədilər. Daha doğrusu desəm, hətta hesabda irəli də çıxa bilərdilər. Bizim bugün müəyyən mənada biraz bəxtimiz də gətirdi. Çünki qayıdan toplar vardı ki, onlardan fərqlənə bilərdi. Biz bilərdilər rəqib. Biz bugün özümüzün ortalamadan aşağı çıxış elədik. Həqiqətən çox səhvlərimiz oldu. Ötürmələrdə çox səhvlər etdik. Yaradıcılığımız demək olar ki, ümumiyyətlə bugün yox idi. Sadəcə bir şansımız oldu ki, ondan da istifadə eləyə bilmədik. Belə olan halda əlbəttə ki, tam qələbəni bu oyunda biz hiss eləyə bilmədik. Bu yenə də mərhələnin ilk oyunudur. Bizim cavab oyunumuz Qəbələdə mən inanıram ki, əhval-ruhiyyə, hazırlıq baxımından daha yaxşı çıxış eləyəcək. İndi hal-hazırda sabahdan etibarən yenidən məşqlərimizi başlayırıq və bazar günü bizi çox çətin, ağır bir oyun gözləyir. Sağ olun. Buyurun. Komanda noyabrdan bəri hər oyunda minimum 2 qol vururdu, amma bugün ümumiyyətlə qol vura bilmədi. Yəni sabahın Premier Liqaya köklənməyi ola bilərmi bu oyuna biraz? Köklənmə problemi sağladı. From November, in every match you have scored approximately 2 goals. Today you didn't score any goals. Maybe it's because you were more focused to the championship match. No, we want to win every game, and I think the players also wanted to win every game. But as I said, I think we just lacked a little bit of energy, a little bit of creativity, a little bit of imagination, and that was the reasons we didn't have that spark going forward like in the previous games, and our pressing was not up to the standard what we would like to see. And I think all those things add up and is look, yes, I understand that you calculated how much we were scoring for last couple of months, but in football there is no guarantees. We have to work very hard to create those chances and to have those chances. Otherwise, the opponents also preparing, and I think Gabala played today very good game. They closed all the spaces and they made it very difficult for us. And they fast front players, they got too much than I would like to give to them, because after our really like unforced errors, I believe they had very good counterattack. So what we need to do, we need to go back tomorrow on the training pitch and to start working again, because as soon as we stop doing that, those chances are very difficult to create, and we cannot take them for guarantee. Əlbəttə ki, siz indi deyirsiniz nəyə görə biz noyabrdan etibarən hər oyunda fərqlənsək də bu oyunda fərqlənə bilmədik. Biz hər oyunda qalib gəlmək istəyirik. Hər oyunda qalibiyyət üçün meydana çıxırıq. Düzdür, bugün istədiyimiz enerji, istədiyimiz yaradıcılıq meydançada çatışmırdı. O bizi irəliyə doğru daşıyan, irəliyə doğru aparan qığılcım çatışmırdı bugün. Bugün pressingimizdə bizim istədiyimiz standartlardan aşağı idi. Amma
onu da nəzərə almaq lazımdır ki, hər oyunda da qalib gəlmək olmaz. Çünki rəqiblər də bizi təhlil eləyirlər. Rəqiblər bu gün məsəl üçün Qəbələ bizi çox yaxşı təhlil eləmişdi. Demək olar ki, bütün boşluqları bağlamışdılar və hücum xəttindəki oyunçular da inanılmaz dərəcədə sürətli oyunçulardır və onlar bizi səhvlərə məcbur edirlər və bu səhvlərdən sonra əks hücumlarda daha da təhlükəli ola bilərdilər, bizi yaxalaya bilərdilər. Amma nə etməliyik? Biz yenidən sabahdan etibarən öz məşqlərimizə qayıtmalıyıq, işləməliyik ki, öz səviyyəmizə yaxın bir şəkildə çıxış edək və yaratdığımız daha da çox qol fürsətləri yaradaq. Və mən bunu əlbəttə ki, heç kim garanti verə bilməz ki, hər oyunda biz qalibiyyətlə ayrılacaq. Buyursun. Bugün qarşı heyəti meydana baxmışdı Stefan Rozkas. Heyəti seçəndə danışdığı problemləri, oyunda bu problemin yaşanacağını təxmin edir, yoxsa bu futbolcu qrupundan da gözləntisi qat-qat yüksəkdir? Today we have seen like rotated player, you have done rotation. When you choose this starting lineup, did you weigh the problems that you talked now, or your expectation from this starting lineup were higher? I really believe that we put very strong starting lineup today. If you don't count Stefan Ende, who played his first, that was his first start in his professional career. I think apart from that, we had very experienced players, like the players who really proved themselves here in Azerbaijan for the club, who scored important goals, who are national team players. So I really believe that I have very strong squad, and I never think that I have 11 starters, because I know the season is long and the games that we're gonna play, we need everybody. At the same time, I really have to understand the players that is not easy also for them, because they maybe last 2, 3, 4 games they missed some playing time, and now they're going together, and the team dynamics, you change one player you can feel, but when you change 5 or 6, that is even more feels. I really believe if I play with this team that started today another 4 or 5 games in a row, you would see a completely different picture. But I'm grateful for the guys that they give a fight, and yes, we didn't have the best game, but we are humans after all, and by no means we believe that we arrogant and we can say that we're gonna win everything. I think Gabala deserves credit today for their performance, and it really shows the direction where we need to work, what we have to improve, and what we have to do to get better next time. Əlbəttə ki, biz bugünkü deməzdim ki, ilk 11-imiz güclü 11-lik deyildi. Stefan Ende xaric, çünki bugün o ilk 11-likdə ilk dəfə idi başlayırdı. O xaric bugün meydançada çox təcrübəli oyunçular, öz milli komandalarında çıxış eləmiş oyunçular, özlərini sübut eləmiş oyunçular, bu komandalar üçün çox şeylər vermiş oyunçular var idi. Mənim üçün həmişə başlayacaq ilk 11-lik yoxdur, çünki sezon uzundur və mənim hər kəsə ehtiyacım var. Və əlbəttə ki, mən oyunçuları da başa düşürəm, onlar üçün də asan deyildi, çünki onlar bir yerdə çox oynamayıblar. Əgər məsəl üçün siz komandada bir nəfəri dəyişirsinizsə, birbaşa o komandanın dinamikasına təsir eləyir. Amma düşünün ki, bugün 4-5 nəfər dəyişikliğimiz vardı ki, bu 4-5 nəfər necə təsir eləyirdi. Və bu 4-5 nəfər mən inanıram və sizə əminliklə deyə bilərəm ki, əgər ardıcıl eyni şəkildə bir yerdə oynasalar, daha yaxşı çıxış edəcəklər. Mən yenə də onlara öz təşəkkürümü bildirirəm. Həqiqətən də bugün onlar döyüşdülər, meydançada çox mübarizə apardılar. Amma biz də bir insanıq və heç vaxt özümüzdən razı olmalıyıq ki, hər oyunda biz qalib gələcəyik. Bugün Qəbələ də çox xoş sözlərə, təriflərə yedi. Onlar da bugün yaxşı çıxış elədilər. Amma biz bütün bu etdiyimiz səhvlərdən nəticələr çıxartmalıyıq və o yöndə işləyib daha da artırmalıyıq, daha da təkmilləşməliyik. Buyurun.
Sabahın hazırlık heyətini hər iki turnirdə sona qədər mübarizə aparacaq səviyyədə görürmü? Və gələcəkdə, yəni mövsüm gedişatında Kuboku çempionata görə fəda edə bilərmi belə bir seçim etməli olsa? How do you think, coach, our squad is enough to find until the end in two parts, in cup and in championship? If we will choose in the future to sacrifice cup, you will sacrifice cup for the championship. Thank you. That's a good question. Look, I don't know, like if you heard our press conferences before, and I always keep repeating the same mantra, and I will do one more time. You know, like that. I really cannot think about that. What brought us where we are, and you know, like. Played a very big role to our improvement. I mean, to the team's improvement, to the style, to the identity, is that we don't look forward more than one training. So next training is the most important. The next game is the most important. I gonna repeat that I have more than 11 players. I have 20 something players. The way you just need to come to our trainings and to see how those guys work. And okay, today maybe not the best game, but absolutely every single of them, you know, like they deserve, you know, like to go and play some minutes and to start some games, and I have to leave some other guys on the bench because I only can do 5 substitutions, and there are another 3 or 4 guys who deserve to play, but unfortunately I cannot keep happy absolutely everybody, and I really hope that they understand that and they are willing to sacrifice a little bit of their egos for the team. And we're not sacrificing anything. We're just focusing and going game by game, training by training. So when you know, like next game is coming, it is the most important game for us, for the club, and we don't look if it's cup or if it's championship. Əlbəttə ki, ilk öncə olaraq yaxşı sualınıza görə, gözəl sualınıza görə sizə təşəkkür eləmək istəyirəm. Bilmirəm, siz mənim mətbuat konferanslarımda eşitmisiniz yoxsa yox, mən bunu dəfələrlə təkrar eləmişəm. Bizim üçün həqiqətən də gələcəkdə nələr baş verə biləcəyini deyə bilmərik, gələcəyin bizə nələri gətirəcəyini deyə bilmərik. Biz həmişə çalışırıq ki, komanda şəklində inkişaf eləyək və bizim üçün ən önəmlisi olan qarşıdan gələn məşqdir, qarşıdan gələn oyundur. Mənim 22-dən çox oyunçum var və mən əgər siz bizim məşqlərə gəlib görsəz, onlar necə fədakarcasına, necə məşq eləyirlər, necə səy göstərirlər, necə can yandırırlar məşqlərdə və onların hər biri bugün oynamağa layiqdir. Amma mən ehtiyat oyunçular skameykasında cəmi 5 nəfər dəyişiklik eləyə bilərəm və bugün məsəl üçün dəyişiklik elədik, onlardan 3 nəfər, 4 nəfər yenə meydançaya daxil olmadılar və mən inanıram ki, onlar da öz egolarından müəyyən mənada keçib komandanın inkişafının üçün əllərindən gələni eləyəcəklər. Biz heç nəyi fəda eləmək, heç nəyi qurban vermək istəmirik və biz sadəcə oyuna köklənirik, oyundan oyunu fikirləşirik. Başqa suallar olacaqsa mətbuat konferansına keçirik. If there are no questions, Thank you very much. we can close our press conference.